Hər kəs salamlayıram, xoş gördük hər birinizi. Bugün mən sizə MLM biznesi haqqında və onunla necə məşğul olmalı, onun haqqında danışacağam. MLM biznesi, MLM sözünün mənası ümumiyyətlə ingilis sözü olub, multi-level marketing sözlərinin birləşməsindən əmələ gəlmişdir. Tərcümədə çox səviyyəli bazar fəaliyyətindən məşğul olmaqdan söhbət gedir. MLM biznesi birbaşa şirkətlə, yəni şirkətlə istehsal etdiyi məhsulu birbaşa şirkətdən əldə etməklə maarifləndirmə, məlumatlandırma işlərinin görülməsi, məlumatlandırma işlərinin görülməsi ilə məhsulun birbaşa müştərisinə çatdırılması sisteminin prosesinin qurulması, pərakəndə satış prosesinin qurulmasından söhbət gedir. Burada əsas məsələ ondan ibarətdir ki, bu işi görürkən sərmayə qoymadan etmək lazım, edilməsindən söhbət gedir. Yəni yatırım etmədən, sərmayə olmadan da bu işi görmək mümkündür. MLM biznesini düzgün anlamaq üçün partnyorluq səviyyəsindən, yəni əməkdaşlıq səviyyəsindən sərmayə olmadan biznesin qurulması imkanlarını tam aydınlaşdırmaq lazım ki, bizim üçün MLM biznesi sistem olaraq bizə aydın olsun. Başlayaq MLM partnyorluqdan. Partnyorluq dedikdə iki tərəfin hər hansı məhsul və xidmətə çəkilən xərclərə ortaq şəkildə birgə sərmayə qoyulması və qoyulan xərclərin müştərisinə, qoyulan xərclər əsasında məhsul və xidmətin müştərisinə çatdırılması sistemini həyata keçirmək və bu prosesdən əldə olunan gəlirə, qazancı hər kəs öz payına düşən gəliri əldə etməsi imkanlardır. MLM biznesi isə yeni bir partnyorluq mərhələsi olub, burada şirkətlə fərdi şəxsin arasında əməkdaşlıqdan, partnyorluqdan söhbət gedir. Yəni burada hər tərəf eyni şirkət olmaya bilər, yəni olması vacib deyil. Hər tərəfdən biri hər hansı bir şəxs ola bilər. Bu prosesdə bütün partnyorluq səviyyəsində şirkətlə əməkdaşlıq edən şəxs ancaq və ancaq bu prosesin işin görülməsi sisteminlə məşğul olur. Yəni məhsul üçün ayrıca xərc çəkmək, yatırım etməyə ehtiyac yoxdur. Sırf ancaq ofis daxilində bu prosesin təşkilatçılığına məşğuldur. Bəs yaxşı, sərmayə qoymadan biznesə məşğul olmaq, yəni nə nəzərdə tutulur? Sərmayə qoymadan biznesə məşğul olmaq o deməkdir ki, yəni hər hansı bir yatırımlı olmağı, xərcli olmağı, sərmayənin olmadan da bu biznesə məşğul olmaq deməkdir. İndi biznes deyəndə insanın ağlından ilk növbədə təbii ki, sərmayənin olması ağlımıza gəlir. Bu da ona görə lazım ki, məhsul istehsal etmək üçün lazımdır, istehsal etdikdən sonra sənədləşdirməkdir, qablaşdırmaqdır, rüsum gömrükdür, icazələrin alınmasıdır, hətta istehsal prosesində xərclərdir, məsələn, işçinin puludur, digər xərclərdir ki, hansı bu xərcləri ödəmək üçün təbii ki, sərmayə lazımdır. MLM biznesinə məşğul olduqda isə sərmayə qoymadan insan bu biznesə məşğul ola bilir. Sərmayəyə aid olan məsələlərin hamısını şirkət özü edir. Yəni dediyimiz kimi məhsuldur, istehsalıdır, qablaşdırmasıdır, məkanıdır, sonra sistemidir, metodlarıdır, məhsul realizə eləmək metodlarıdır. Hamısını şirkət öz öhdəsinə götürür və insana qalır sadəcə və sadəcə bu prosesi öyrənmək, bu metodlarla tanış olmaq, iş prosesini öyrənmək və şirkətin təşkil elədiyi məhsul realizə eləmək üçün təşkil etdiyi ofisdə də bu proseslə məşğul olmaqdır. Və dolayısıyla burada artıq insanın gəliri stabilləşir və inkişaf eləməyə başlayır. Bunun üçün ikinci bir üstünlük ondan ibarətdir ki, hər bir şəxs özü ilə birlikdə yeni başqa kadrlarda, partnyorlar da hazırlayıb şirkətə vermək imkanı var. Və dolayısıyla bu şirkətə verilən şəxslərin şirkətə verdiyi gəlirə, şirkətə verdiyi qazanca da şərik olma imkanı yaradır. Bunun nəticəsində də insanın gəliri həm stabil olmağa başlayır, həm də daimi olaraq artmağa başlayır. Gəl mənə razılaşarsınız ki, yəqin ki, insan bu dünyada istəyir daha yaxşı yaşasın. Yəni bolluk, bərəkət içində yaşasın. Yəni öz evi gözəl şəkildə olsun, altında son model maşın olsun, dünyanı gəzmə imkanı olsun, ailəsinə yaxşı imkanlar yarada bilsin, övladların təhsilidir, özünün imkanlarıdır, öz sağlamlığıdır, ailəsinin sağlamlığıdır. Bu kimi imkanları qaydasına salmaq istəyir və istəyir ki, bolluq bərəkət içində yaşasın. İndi gəlin baxaq görək, biz kimisə işçi olmaqmı?
Dolayısıyla belə də bir biznes sahibinin işçisi olmaqla biz onun verdiyi bir pulla 500 manat, 800 manat, 1000 manat, 1500 manat verdiyi pulla biz bu var dövləti imkanları əldə edə bilərikmi? Təbii ki, yox. Bəs yaxşı. Bunu əldə edə bilmirsə, biz belə davam edərək nəyə əldə etmək istəyirik, nəyə çatmaq, nail olmaq istəyirik? Bunun üçün MLM biznesi isə imkan yaradır ki, yatırım etmədən, sərmayə etmədən və bu imkanları əldə etmək üçün öz imkanlarını şəriklik yaradır. Yəni, dolayısıyla biznesmenin gəlirinə şərik olursan. Dolayısıyla öz gəlirinə şərait yaradırsan, gəlirini nəzarət edə bilirsən, inkişaf elədirə bilirsən və getsə daha yaxşı imkanlar əldə edə bilirsən. İnsanın qarşısında iki dənə imkan qalır, yəni seçim qalır. Ya bu formada davam etmək, kiminsə işçisi olaraq, hansısa biznesmenin işçisi olaraq onun verdiyi pulla günü-günə calayaraq, ayın bu başını o başına calayaraq işləmək, ya da ki, öz gələcəyini qurmaq, təşkil etmək, yaxşı yaşamanın imkanlarını qurmaq. Əgər siz belə davam etmək istəmirsə, dəyişmək istəyirsinizsə, MLM biznesi sizin üçün ən gözəl fürsətdir. Ona görə də əgər dəyişmək, daha yaxşı yaşamaq istəyirsinizsə, MLM biznesini seçirsinizsə, əlaqə saxlayın, sizə bu imkanları ətraf şəkildə məlumatlandıraq və başlayın öz həyatınızı yaxşı formada yaşamağa. Uğurlar olsun.